Çevik və Çevik'in səhifəsində olanlar Saratoga bahalı sulardan içərək sizin həyatınızın şərəfinə. Halbuki o şərəfsizdə yoxdur. Şərəfsizin də şərəfini içməzlər, şərəfsizliyini içərlər. Əgər mənim dayanmağımı istəyirsinizsə, siz birinci çox yüksək bir adam deyilsiniz. Əgər yox deyirsiniz ki, mənim əvəzimə dövlət cavab verəcəksə, bəllidir ki, dövlət adamısan. Çünki bu günləri nə qədər dindar çıxıb, söz deyib, dindarlar mübahisə edib, heç vaxt dövlət onun dalında durmayıb. Əgər sən ateist olaraq mənlə mübahisədə olub, mən səni saplayıramsa, sənin də dalında dövlət durursa, demək ki, sən dövlətin ora qoyduğu trollardan birisən. Bundan əvvəlki videoda aydınlaşdırıldı ki, mənim şəhid ailələrlə heç bir problemim yoxdur. Ən çox şəhidlər üçün danışan, qazilərin haqqını tələb edən 4 ildir bu mübarizəni aparıb, onların 80 manatını dilə gətirən, özünü öldürən qaziləri canlandırıb və onların dərdinə şərik olub, ailələrinin problemlərini işıqlandıran mənəm, Əli Rəhimov. Deməli, məsələ budur. Siz məni 1 il əvvəl, 3 il əvvəl olan bir şeylərlə yıxa bilməzsiniz, olub bağlananlarla. Mən bəlkə dünən tövbə eləmişəm, bu günləri dinimi ilaf edirəm. Siz bunu dünya bilməzsiniz, mən bilirəm, Allahım bilər. Belə bir cümlə var. Yəni sizə bu günləri sizin etdiyiniz qüsurlardan danışaq. Çevik bu günləri 2 milyar müsəlmanın ana bildiyi ailələri, Peyğəmbərin zövcələrin ortaya qoyaraq onlara pedofil adlandırır, Peyğəmbəri pedofil adlandırır. Onların uşaqlarına söz deyir, xanım Rüqəyyadan danışır. Bunu örtbasdır eləmək üçün gəlib deyirlər ki, Əli şəhidə söz deyir, Əli diyanım bir dəqiqə. Onlar söylürsə, şəhidlər üçün nədir? Onlar olmasaydı, biz şəhidliyin nə olduğunu bilməyəcəkdik. İmam Hüseyin olmasaydı, şəhid kəlməsi yox idi ümumiyyətcə yer üzündə. Ondan sonra başlayıb bu şəhid, yəni kəlməsi. Bəs niyə deyirlər İmam Hüseyin zirvəsinə ucaldı? Niyə demirlər, nə bilim, Teymur xanın yanına getdi, nə bilim, Çingiz xanın yanına getdi. Deyilmir, çünki şəhidlik zirvəsi onlar gəlir. Yəni, əgər İslam yoxdursa, heç biri yoxdursa, bir şey var burada. Deməli belə, bunu göstərim sizə. Şöyle and içir. Siz Mehmet Peygamber'e istinad ettiniz, bizim dinimize istinad ettiniz. Bugün Tasuadır, sabah Aşuradır. Hazret İmam Hüseyin'in sabah katla getirilen gündür. Seni de, sizi de bağışlayın. Bütün burada oturan adamları da davet edirəm ki, bak bu müqəddəs günlərdə bizim üçün səbirli olun, təmkinli olun və bizim dinimizə, Peyğəmbərimizə və Həzrət Hüseynin xatirəsinə, naminə bu günləri nə o tərəfə, nə bu tərəfə vurmayın. Ədalətli olun. Siz Ali Məhkəmənin sədrisiniz. Ədaləti təmsil... Bunu danışan Ulu Öndər Heydər Əliyevdir. Bilirsiniz onu? Matəm günüdür, Aşura günüdür. Ve bugün biz dinimize, adet analarımıza sadık olarak məscidə toplaşmışıq. Məscidə. Ve hak adalet yolunda şehit olan Hazreti Hüseyin'in hatırasını yad edin. Sənin Ulu Öndər yaşadığın Azərbaycan ölkəsini tərifləyirsən, ölkənin müstəqilliyini tərifləyirsən, müstəqilliyi gətirib çıxardanlar, başında duranlar Həzrəti İmam Hüseynə itaət ediblər. Nə demək istəyirsən, Heydər Əliyev savadsız qoyundur. Çünki onlara inananları qoyun adlandırırsan. Qurana inananları qoyun adlandırırsan. İndi biz bunu nətər eləyək? Məscidə toplaşıb sənin cənab Ulu Öndər Heydər Əliyevin insanları Aşura, Tasuada matəmi qeyd etməyə.
Gəl belə eləyək. İndi biz nə deyək? 2 milyardın anası olan peyğəmbərlərin zövcələrindən mi sənin yayınında biz söhbət aparaq, yoxsa mənim yayınımda 2 nəfərin anası olan Çevik'in anasından mı müzakirə edib söhbət edək? Məncə 2 milyardın qabağında bir adamın anasından danışmaq gör nə qədər fərqi var. 2 milyard 0,000000001% etmir heç sənin anan. Ona görə 2 milyard əhalinin anasını müzakirəyə qoyan sən, bugün 2 nəfərin anasını müzakirəyə qoyan mən. Hansımız səhvik? Sən 2 milyard adamın anasına ilişirsən, mənsə mənşəyi, mənbəyi, kimin qızı, uşaqlığı, gəncliyi necə keçmiş bir adamın, öləndən sonra it dəftərində də adı olmayan bir qadının yaşayışından danışıram. Amma onların yaşayışı gör necə gözəl olub ki, bu günlərə qədər onlar canı yas saxlayırlar. 1400 il keçsə belə yenə onların yası saxlanılır. Əminlik də deyirəm ki, sənin anan dünyadan köçəndən sonra 2 nəsil sonra belə bir adamın yer üzündə yaşadığını belə kimsə bilməyəcək. Divarda asılan şəkli də atılacaq zibilliyə ya da hardasa itbaat olacaq. Demək nədir? Sənin anan önəmli deyil. Ona görə sənin ananla səhərə qədər danışa bilərik. Amma sən 2 milyard müsəlmanın anasından, ailəsindən, onların həyat yoldaşlarını müzakirəyə qoyub, məsxərə edib, pedofil adlandıra bilməzsən. Sənin anan mənim olacaq. Əgər sənin anan aybaşı olursa, mən sizin ailədə yeni əlilər dünyaya gətirməsində anaba yardımcı ola bilərəm. O gün olsun, ananla məni kəbinsiz calaq edib, siğəsiz calaq edib, birbaşa sizin ailədə balaca əlilərin səsinin gəlməsinin ümidi ilə hər gün sənin üçün video açıb canlılarda danışacağım. Nə vaxta qədər ki, konseptivi dəyişib, öz ateistliyi danışana qədər. Ateistsən, heç kəs problem görür. Buna qarışacaq heç kəs ola bilməz. Otur, yalnız ateistlikdən danış. Danışırsansa dinlərdən, bütün dinlərdən danış, təkcə şiəlikdən yox. İkincisi də, Quranda 3 dənə şey bilirsən. Siğə, Nisa surəsi 24-cü ayə, siğə. Bu günlərdə olan müsəlmanlar Nisa surəsinin heç 24-cü ayəsini oxumurlar. Bugün müsəlman olurlar, Quran belə oxuyub müsəlman olmurlar. Sadəcə sevgisindən olurlar. Namaz öyrənirlər, işlərindən zaten namaza güclə vaxt tapırlar. Oturub onlar Quran oxusunlar, problemlər bura qədər də onsuz. Güya oturub hamısı Quranda yazılan bir Quranda desələr ki, salta vur, adam salta vuracaq. Adam sümük ağrısından güclə gəzir. Güya bəyən müsəlmanlar onu eləyirlər. Etməyən bir şey sən niyə qızıqlandırıb edilmişlər kimi danışırsan? Siğə bütün möminlər hər gün belə kəbin kəsir küsənin ortasında. Yox. Sən onu işıqlandırırsan. Mömin var ki, o surədən xəbəri yoxdur, ayədən xəbəri yoxdur. Biz möminlər, mən özümü çıxmaq şərti ilə, mən mömin zat deyiləm, heç nə deyiləm. Yığılıb danışsınlar ki, ateistlərin anaları, ateistlər kəbinsiz necə cinsi əlaqədə olur. Bu xoşvə gələr sənin. Amma sən peyğəmbərlərin cinsi əlaqədə olmaqlarından, ailəsinin cinsi əlaqələrinin danışırsın. Quranda yazılıb. Yazılmayıb ki, sən ateist çıxıb bunu məsxərə edərək danışasan. Müsəlman özü üçün oxuyur. Orada yazdığı da elə bil anası haqqında yazılır. Pis bir şey kimi qəbul eləmir onu. Sən qəbul etdirmək istəyirsən, onu da bacarmayasın. Əli buradadır.